Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Biz bu gün deməli sizlərlə nə edəcəyik? Əlbəttə ki, bir 10 suallıq bir test izahına keçid alacağıq. Bu 10 suallıq da nədir? Dünya görüşü ilə bağlıdır. Uşaqlar, sizdən soruşur ki, Perunun paytaxtı hansı şəhərdir? Perunun paytaxtı Lima şəhəridir və Peru zamanlar İnklərin, Azteklərin, Mayalların o üç bildiyiniz kimi yer var. Orada İnklərin olduğu yer məhz Peru olmuşdu. Lima şəhəri də ölkənin ən mühüm şəhəri və paytaxtı hesab olunur. Doğru cavab Lima oldu. Növbəti sual. Alman diktatoru olmuş Adolf Hitlerin intihar etdiyi iddia edilən yerdə hazırda nə yerləşir? Bu, səhv eləmirəmsə bir məktəb, oyuncaq mağazası, Almaniya parlament binası, uşaq parkı və hazırda nə yerləşir? Deməli, təbii ki, bu böyük ehtimal uşaq parkı olacaq. Çünki belə bir mövzu var idi ki, həmin ərazidə ya deməli yaşayış binası ya da park yerləşirdi. Burada da park ancaq uşaq parkıdır. Yəqin cavab olar. 3. Anqut nəyin növüdür? Təbii ki, nə olacaq uşaqlar? Bu narıncı rəngdə və su hövzlərinə yaxın yerləşən, yaxınlığında daha çox ovlanan və yaxud yaşayan bir quş növüdür. Hər halda inşallah düzgün tapmış olacağam. Bizdən soruşur ki, Taymır yarımadası hansı dövlətlə əhatələnmişdir? Taymır böyük ehtimal Rusiya ilə əhatələnib. Dünyanın ən böyük adası haradır? Qrenlandiya adasıdır. Sahəsi 2 milyon 100 milyon kvadrat kilometrdir. Titanik gəmisi nə zaman batmışdır? Titanik hamısı eyni tarixdə, amma 1912-ci il olmalıdır. Səhv eləmirəmsə, 1912-ci ilin 15 aprel tarixində batıb. Bu il, yəni bir həftə sonra təxminən 11 gün sonra daha doğrusu, deməli 113 il ötəcək. Xəzər dənizində yaşayan yeganə heyvan nədir? Su iti. Dənizə çıxış olmayan dövlət Çad. Çadın dənizə çıxışı yoxdur. Türkiyə yarımadada yerləşir. Pakistan, Hind okeanına çıxış var. Çin, Şərqi Çin dənizi, Cənubi Çin dənizi, Cənub-Şərqi Çin dənizi, Hind okeanı, Sakit okean və s. çıxışı var. Ərazisinə görə ən böyük dövlət Rusiya Federasiyasıdır. Tullana bilməyən yeganə məməli isə səhv eləmirəmsə fildir. Bəli, tullana bilmir. Belə uşaqlar, indi görək nəticəmiz necə olacaq. Bitirək görək ümumi nə qədər düzümüz var. Hamısı düzdür. Görürsünüz. Yoxlayaq mı? Yoxlamağa məncə ehtiyac yoxdur. Onsuz da uşaqlar hamısını düz bildik. Belə bir kiçik bir sınaq eləmək istədim sizlə. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn cəhazlərdə görüşərik. Hələlik.